Bu ilin ilk 3 ay ərzində Azərbaycana 400,2 milyon dollar dəyərində 22.936 ədəd müxtəlif təyinatlı avtomobil ixal olunub. Yenavaz.com-un apardığı hesablamaya görə ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil ixalı 17,2% və ya 3365 ədəd artıb. Qeyd edək ki, bu ilin ilk 3 ayında ixal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 17.451 dollar olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə ixal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18.447 dollar olub. Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% və ya 996 dollar azalıb. Onu da qeyd edək ki, daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin ixalı daha çox artıb. Belə ki, ötən ilin ilk 3 ayında xaricdən 3615 ədəd hibrid avtomobil gətirildiyi halda, bu ilin ilk 3 ayında bu göstərici 3 dəfəyə yaxın artaraq 10.120 ədədə çatıb. İdxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri isə 19.758 dollar olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 32.637 dollar olub. Son bir ildə ölkəyə idxal olunan hibrid avtomobillərin orta gömrük dəyəri 39,5% və ya 12.879 dollar azalıb.